İngiliscə ürəyimə danmışdı necə deyilir? Bu videoda həmin ifadənin 3 fərqli versiyasını öyrənəcəksiniz. Getdik. I had a hunch. Bu deməkdir ki, sübutun olmasa da intuisiya ilə sən nəyinsə belə olduğunu düşünürsən. Məsələn, I had a hunch he was lying. I had a hunch. I had a hunch, but I wasn't certain. I had a gut feeling. Bu bayaqçı ifadədən daha güclü bir his bildirir və burada daha çox daxili instinkt vurğulanır. Məsələn, I had a gut feeling something was wrong. I had a gut feeling about this case. I had a gut feeling you would be online now. I felt it in my bones. Bu ifadə bayaqçı ifadələrdən də daha güclü bir his bildirir və onu göstərir ki, sənin daxilində çox güclü bir əminlik hissi var. Məsələn, I felt it in my bones something would go wrong. I feel it in my bone. I feel it in my bones. Bu ifadələrdən hansını əvvəllər eşitmişdiniz? Rəy bölməsində fikirlərinizi yazın. Bu cür videoların davamı üçün məni izləməyi unutmayın. Növbəti videoda görüşərik.